dedi, dur çəliklə ağrı olacaq dedi. Bu dəqiqə dedi şey eləməyəsən. İndi özün 2 gün keçəndə, 3 gün keçəndə, 1 gün keçəndə özün görəsən deyirlər şey. Dur tatil gedəndən dedi, əgər çəliklə belə get dedi, əlin altına qoyursan, onunla. Sınıqçı deyə arvad da elə savadda idi. Amma mən görəm ki, sağ xeyir eləyibdir. Ağrım kəsir. Hə, düzələcək. İndi çöndüm, biraz belim ağrıdı. Krijan da var. Deyər, indi otuzurmuşuq da, hələ indi oturub, o çıxmışdı. Amma xırt elədi. Xırtıldatdı yəni, saldı ora. Ondan sonra əlinə bastı, girmədi. Dedi, bax, aralandı sümükdən. Rəngi də əladır. Nəyin? Rəngim düzəl və dünən rəngim biraz düzəl. Vəfa bəyək dedi ki, rəngin özünə gəlir. Rəngin qaralmışdı. Hə, rəngim pis gündə idi. Allah rəngi qaralmışdı, demirdim özünə. Deyirdim, qorxu veriyər. Onu görə demirdim. Yox, əvəz də ölür, ucardadır, əvəz tər-tərdə olur. Səni şikəst qoyacaqlar, yazıqsan. Bəs təzik. Bu ağrılarını düzəldəndən sonra təziyimin üstünə düşəcək. Təzik dərmanı oradakı. Təzik dərmanı. Hə, atmıram, mənə təziyim yoxdur. Mərtəması yoxsa gətdir. İstilənmişəm. Az kimdir belə qana gedən nə? Sınıqçı necə cavabdaq ola bilər? Nəsə olsa neyəcək? Ay, bir qol, nə bilim, ta elə deyir də qaqa. O qədər hərə bir söz deyir. Bir deyir əməliyyat eləmədi. Bir Nikoda dedi ki, qaç əməliyyatdan. Gəl toka ver, nə bilim, köysən, Allah nə bilim, də getdim də şansımı dənədim bunda da. Oğlan dedi, mən aparam bu oğlan dedi, 2 balamın canı, mənim deyir yoldaşım, yeri də bir sürtləyə deyir, apardım onun yanına. Düzəltdi, indi deyir tırp kimidir, əməliyyatsız. Onun da qırıcası dedi, böyükdür. İndi gedirəm də inanıram hamıya. Deyirəm bu yaxşılar, o yaxşılar. Əməliyyata dosta bu səhər danışmışdıq, Emin danışmışdı. Dedi ki, səhər gəlsin, yemək yeyib və axşamdan dedi ki, yox da qaldı səhərə. Yemək yeyibsə yox, 6-dan sonra heç nə yeməsin dedi. Gəlsin tezlərdən, yəni birinci onu salacaq. 6 tamamda olsun burada. Gəncədəki həkim. Yalancı da o, məni şikəst eləyib. Əsəbi idim dedim də, cəhənnəmə get. Gec gəlirdi, dedi, istəyirsən ona getmə, dedim, iş getmirsən, getməyəcəm. Əsəbiyəm, mən, bir dəqiqə sinir ağrılarım, o məni xoş görməlidir ki, o mənim sinir ağrıma buraxıb. Tıncıxıram, 14 gün yatıqda qalmışam. Siz orada məni başa düşməzsiniz, mən itimə də qışqırdım. 2-3 dənə izləyici vardı, onları da biraz kobud cavab verirdim, əsəbi. Xanım da deyir ki, bacım deyil olmuşdu. Sınıqçı. Deyir, profesional həkimlər deyir, biri dedi rakdı, biri dedi vərəmdi. Hə, sınıqçı o deməz aldacam da görək. Sınıqçını tərif edirlər. Ona görə mən kimə kobud cavab vermişəmsə, üzr hesab eləsin, mən bu çox əsəblər, sinir oyanıq deyil, əsəblərimə də toxunur. Başa düşürsünüz, 14 gün yerdə yatıram, yayın da günüdür. Allah heç kimə göstərməsin, elə deməyin. Elə insan var ki, yatıqda yatır, anasına da deyir ki, az yer git cəhənnəm ol, əsəbindən. Sonra peşman olur. Sağ olun, təşəkkür edirəm. Allah sizə var eləsin. Siz onu başa düşməlisiniz. Var olasınız. Hələ may yazdılar ki, əsəbləşmirsən, canlını bağla. Elə deyirdilər. Sən 115. Tamam, sağ bir söyleyeyim, sen yatasın. Yuxuya da keçəsən. Yox, da vərdişim də axı səhərə yaxındır. Yox, bir var ağırdan yata bilməyəsən, bir var ki, vərdiş. Yuxun gələn kimi yatasın. Çünki o canının ağrısı gedir. Bu xanım dedi ki, mənim bacım deyilədi. Düzəltdilər, o quyruq deyirlər. Sən də ora çıxıb. Dişimi nə varacam, Ahmetin düşdü dişlərim deyib. Maşına qoymuşam, putokanın içində. Bilsən, damaq doluyub da, gör bəlkə ağrıyıb. Sağ olasın, gedərik güzəldir. Ona gedəcəm bir də. Dünən civilini düzəltmişsən, əməlli alasal yerinə. Ona kimi mən mırx qalam, Bakıya gedənə kimi. Ne olacaqdı ki?
taxtaya bir taxa bilmirsən yerinə. Elə bir ki, protez kimi də, yemək yeyəndə tax, çiynə. Yemək qutarını suda çıxart, şotka ilə belə sirt, qoy kloka, qoy böyrünü cibinə zaten. Yuxuna müalicə, yuxum zamanı, Məftun, sən də yuxuna müalicə eləməlisən. Vaxtında 12-də yataq. Qışda da saat 10-da 11-də. Açdı canını, yükünüz olacaq. Gecənin yuxusu ona görə. Görsən evini, saat 12 olmamış, qabaq deyil hamında otur, canlısına baxırdım. 12 olmamış, tut başına atır yatır. Tezlərlə də durur. Bax, odur. Deyir, yuxunu heç nəyə dəyişmək olmaz. Gecə var, bədən, beyin cavanlıq hormonu buraxır. Beyin yuxu yatıb, beyin sakitləşir. Bax, burada olan 2000 nəfər, sizin də bax, yuxunuz 5 işləyib, niyə yatmırsınız? Görürsünüz, siz də yatmırsınız. O hepsiz yaxşı şeydir, yox. Yaxşı, Rəmoş. Ay dostum, mənə takibatında zəhmət olmasa. Deyəcəm sən orada. Nəyi? Adamın əsəbi də çox olur, gecə yatan vaxtında yatmayanda. Beyin də pozulur. Yatanda gecə vaxtı bütün orqanlar yatır. Bədən başlayır istirahət eləməyə. Özdə yat. 6-dan 7-dən sonra yemək yemək. Vaxtında yat. Tualetdə baxıramsa, dış başına. Məftun. İndi əlindən tualetdən telefon düşür, unitazda qaraola telefon nə demişəm. Tualetdə niyə basın? Yüzdən yap baxdan. Onda az tualetdə çox oturmayayım. Mən çox oturdum, bir dəfə iqra oynadım. Unitazda. Çox otursam, iqra oynadı, duranda ayağım yerimədi, uyuşmuşdu. Mənim də mücüyüm ağrıyır, bax bura babır. Mücük deyirlər, nədir bura naziklik, nəziklik var. O özdə mənim bizə fizioterapi eləyəndən sonra elə oldum. Bəlkə də burada belimi çıxartdı. Sağlam yerimi burada xarab elədi. Yuxum gəldi, babır. Ay Ruslan, sən Allah artistliyi niyə eləyirik? Bu, bəzilərinizdə elə bir, Allahın dostun, bəzilərinizdə elə bir, bilmirəm, əsəbimə toxunmaq istəyirsiniz. Yaxşı, bilmirəm, əsəbimə toxunmaq istəyirsiniz, bilmirəm, yalanlarını, elə bil ki, güyəndə vecimi almayacağım, Allahın dostun, artist. Yatağa düşməkdən ha vaxtda artistlik olub. Azam vaxtı da dua eləsin. Özüm üçün o qədər dua eləmişəm ki, ay Allah. Qalxmaya o qədər. Mənə pula ehtiyac deyil, ay Aygün xanım. Maşenlik birinci özünsən, bu bir. İkinci də ki, mənim pula görə heç nə ehtiyacım yoxdur. Vallahi. Mən bu yataqda yatmışam, bu dəqiqə milyonlar insanı gözünə görmür. Əsas insan gözünə heç nə görmür. Deyək ha, evim tıplı təpli doludur. Mebellərim, Belarusiya mebeli, görürsən gözümdə heç nə yoxdur. İnsanın canının sağlığı. Pul sahi, bu dəqiqə sən indi o şey eləməyə. Mən Allaha şükür, ruzimi Allah verir, heç kimə möhtaç qoymur məni. Ruzunu verən Allahdır. Sizə demirəm, bə kimə deyirsən ay gün, yazırsan ki, pula görə eləyirlər maşenliklər. Şey deyir, həkimlər zadı deyir. İşləyib qazanmışsan, Nəzərova, işləyib qazanmışsan deyəndə qadan alım. 6 ildir TikTok'dayım, 6 ildir yox idi, işləyirdim. Bəli. Xeyli işimi xaladenik kimi işləyib almışam. Hamamımın
sıvağıdır, yataq otağımın o sıvağı idi, işləyib eləmişəm. Bəli. İşləmişəm də. Səma, heç nə deyəmərsən. TikToker olmaq elə bir sasatdır. Elə bir siz kütlənin sevgisini qazanmaq. Məftunun belə mən görüm orada. Yox, söyüş yazmışdı. Kütlənin sevgisini qazanmaq elə bir sasatdır. Sən bilirsən, məni çox istəyənlər də var. Mən bu sevginin, izləyicilərin sevgisini qazanmışam. Bunun da şahidi çölə çıxanda xanımlar, sevən insanlar yığılır başıma. Dostlar, ekran tıklayın, nə olar zəhmət olmasa takip atın da mənə. Hədiyyə atmaq olmur, şeydir. Yox, gedirəm namazımı, qılam qadanam, sonra şeydir, nədir? Töyəxtücəni gedizdirib sonra yatacam. Azləman 7-min çıx çörəsən Allah millətə. Mən izləyicilərimə təşəkkür eləyəndə, dəstəkçilərimə təşəkkür eləyəndə sən qarşılıqda oturub ulduzları sayırdın. Bir çıx çölə. Yazın düşür. Sumqayıt öpürəm. Bozqurtcan. Məftun, mən də əlaqə saxla vacib. Direktə yazarsan. Öpürəm sənə, şey yazırsın. Durmadan nə idi? Ayin. Oxuma. Estağfurullah, dəniz. Məftun. Onun səsini al. Kimin səsi? Şey. Yox, mikrofondan al. Hə. Aldım. Dən. Mən nə oldu? Nə bax, işləmirə babaş, görsən. Bildim, öldüm yon deyəndə gülməkdən, qarnım zırıldı. Hər yadıma düşdükdə ölürəm gülməkdən. Ayin, öpürəm can. Məftun direktə yazım mütləq, yaxşı qadınam. Quran and olsun, direktə o qədər yazı var ki, şey eləyə bilmirəm. Kart qoymamışam ama. Yox, sağ olsun, izləyicilər pul atdı. Yox da ona görə qoymuram, ehtiyacım olanda qoyacağım. Sağ ol, Ruslan, çox sağ olun. Satusio, Mehset, Yusuf. Ana. Teşekkür ederim. Ayan, Ayan, öpürəm Ayan. O, babuş, qarnım vurur. Qarnım ağrır. Vurur. Kakan var. Hə. Dur git. Thank you. Vicdanı tutublar, Allah qapısını açsın, nə deyə bilərəm. Yazımını indi görürəm. Oğlum xəstə. Direktə yazarsan Bozkurt, Örgənif deyərəm. Vallahi adı yadımdan çıxdı. Orada o qədər ağrı ilə getmişdim ki, ad falan yadımda qalmadı. Başa düşürsünüz. Sağ ol Jasmin, Allah sağ da kömək olsun. Allah hamımıza kömək olsun. Bana dua edən hər bir kəsdən Allah razı olsun. Heç kimin işim yoxdur.
Sen yaşayacaksın, korkma. Sağ olun izleyiciler.